Belə bir deyim var Naxçıvanda, çəngələ cırıq qaşıq deyirlər. Təbii ki, onu qaşıq kimi istifadə eləsən yararsızdır, gülməlidir. Və əgər hər çəngəl camaatın sözü ilə özünü cırıq qaşıq hesab eləsə, depressiyaya düşər, özünə inamaz alar. Cırıq qaşıq olmaq çəngəlin həqiqəti deyil, yalanıdır. Həqiqəti onun çəngəl olmağıdır və o ancaq çəngəl olanda öz mahiyyətinə çatır. Necə ki, ayının eybəcər dırnaqları caynaq olanda mütləq həqiqətinə çatır, özünə dönür, öz mahiyyətini anlayır. Sirkdə həmişə özünü dəyişirdi. Gah velosiped sürən, gah rəqqasə idi, gah futbolçu idi, gah menecer idi, gah filankəsin əri, filan fakültənin tələbəsi, sərnişin, vətəndaş, dinləyici, izləyici. Bütün bu rollarda o yarımçıq idi. Və ayı çırkın ona sırdığı bu balaca həqiqətlərə baxanda nə hiss edirdi? Mən nə pis velosipedçiyəm, mən rəqs eləyə bilmirəm, mən pis futbolçuyam, yaxşı menecer deyiləm, müdür xəbər tutan kimi qovacaq məni. Sirk ayını aydan başqa hər şeyə çevirmək istəyirdi. Onu öz mahiyyətindən uzaqlaşdırırdı.